Hər kəsə salam dəyərli yoldaşlar. Bu günlər sizə çalışdığımız qədər, daha doğrusu çalışdığım qədər qəbul imtahanlarında, buraxılış imtahanlarında ən çox düşən 100 dənə qrammatika sualını izah edəcəm və yaxud da izah etməyə çalışacağam. İlk öncə birinci sualdan başlayıram. Birinci sualda bizdən nə istəyir? Cəmdə olan sözləri, isimləri istəyir. Çox gözəl. İlk öncə quzu çıxardacağam. Niyə görə quzu çıxardıram? Yoldaşlar bilirik ki, quz sözü kökündən cəmləndikdə kökündən dəyişən sözdür və nəyə çevrilir? Qiz. İkini gəlin çıxar. İkini çıxdığımıza görə B, C variantlarını artıq atmış olacağıq. Bu öz yerində. Sonra görək başqa bizdə. Burada altını çıxacaq. Niyə? Sonra daha doğrusu icisi ilə bitən sözlər necə sözlər olur? Təkdə olan sözlər olur. Buna görə altını da çıxacağıq. Bu da öz qaydasında öz yerində. Elə altını da çıxdıqdan sonra cavabımız hansı variant alınacaq? A variantı alınacaq. Demək, birinci sual getdi. Baxaq ikinci suala. İkinci sualda tense form, yəni zamanlara dair bir sualdır. Deyir listen. Bu tip suallarda əgər əmr cümləsi varsa əvvəlcədən biz nə qoyacağıq? Burada davam edici zaman formasını qoymalıyıq. Ona görə cavabımız olacaq ya B ya da C variantları. Burada da gördüyümüz kimi burada guests var. Cəmdədir. Sual cümləsidir. Ona görə nə qoyacağıq? Are, bu tərəfə are speaking, yəni C variantı. Üçüncü suala baxaq. Üçüncü sualda bizdən istəyir ki, azərlərə dair bir sualdır. Bu sualı onsuz da izah eləmişik. Cities var. İlk öncə burada 2 dənə açar qayda bilməliyəm ki, özündən sonra isim gəlməlidir və bu gələn söz cəmdədir. Bax, bu iki qayda ilə artıq variantları tapa bilərəm. Cities isim olduğuna görə azisdən sonra isim gəlmir. Burada an artikli var. An artiklından sonra cəm isim gəlməz. C variantı getdi. Azis isimdir. D variantı getdi. Votdan sonra da D artikli gələcəyinə görə Y variantı variantdır. Demək, bu da getdi. Baxaq 4-ə. 4-də deyir ki, bu sual lexical testə aiddir. Hasn't been deyir, çox vaxtdır şeydir. Clean deyil, biz bilirik bunu. Yəqin geçişlidir. Ona cavab olacaq A variantı. Bu sual, baxaq bu suala. Tapa bilmir. Deməli itirib artıq. Can burada. Nədir? İndiki zamanda. İndiki zaman. He. Üçüncü şəxsdən sonra gələn sözün fiilin sonunda nə gəlməlidir? S gəlməlidir. Bunu da bilirik, baxaq. Əgər olsaydı lose A variantı olardı. İndi baxaq. Is lost. Bax, bu is lost. Nə zaman olur? To be-dən sonra P2 gələndə bu harda olur? Məhsul növdə. Amma burada məhsul növ niyə olsun ki? Burada he və sair məsələlər var. O itirib, mübtəda var. Məlumdur. C variantı getdi. İndi o itirəcək, yoxsa artıq itirib. Nəticə göz qabağında tapa bilmir. Ona görə cavabımız olacaq D variantı. Bu da belə getdi. Baxıram 6-cı suala. 6-cı sualda bizdən incorrect, yəni səhv variantları istəyir. Bax, miqdar sayından sonra miqdar sayı, bundan sonra gələn söz cəmdə olmalıdır. Cəmdə olanda sadəcə apostrof və yaxud da desək S apostrof olur. S apostrof olub, biri çıx. Bax, means. Bilirik ki, bu kökündən dəyişən sözlərdə cəmləndikdə apostrof S olur. Burada S apostrof olduğuna görə səhv variant istədiyirik. İkini götür. Əgər çox üzr istəyirəm, getdi. Əgər nə olur?
bu adların qarşısında Z artikli işləndikdə yenə cəmlənir. 2 ilə 3-ü götürəcəyimizə görə cavab olacaq C variantı. Bu da belə getdiyinə görə 7-ci suala artıq baxa bilərik. Go to the article in və də söz sayılmadığına görə heç nə qoyma. Today at home. Stay at home. Cavab olacaq. Burada ikinci E artikli olmaz. İkinci E artiklimiz aynen Y variantı keçdi. Birincidə də D artikli verməlisən. Burada at the home da verə bilərsən. Cavab olacaq D variant yox. Stay artıq at ola bilər C. Baxaq artıq 8-ci suala. 8-ci sual have var. Deməli nə qoymalıyam? Üstünlük. Üstünlük dərəcəsi baxaq. Burada müqayisədir. Burada most yoxdur. Müqayisədir. Müqayisədir. Cavab olacaq B variantı. 9-cu suala baxıram. 9-cu suala deyir ki, nə deyir? Yenə məndən tez forma dair bir sual istəyir. As soon as var. Nə gözəl. Biz həmişə qeyd olaraq bildirmişik ki, 2 gələcək zaman olmaz. Bu qaydanı yadında saxla. Çıx. Ona görə start will see. B variantını saxla. Start had seen. Baxıram. Will start see. Və onu da bilməliyəm ki, start have seen. Cavab yəqin ki, burada as soon as olduğu təqdirdə birinci tərəf indiki saat, ikinci tərəfdə gələcək B variantı olacaq. Yəni qaydanı bildiyimə görə tapdım. 10-cu sual, 10-cu sual. Only var. Only'dən sonra bir gələ bilər a few. Bir də gələ bilər a little. Və burada cəm varsa, deməli birbaşa olaraq a few variantı gələcək. 11-ci suala baxırıq. 11-ci sualda nə deyir bizə? 11-ci sualda deyir ki, possessive case-i tap. Nə gözəl. İlk öncə burada ing məsələsinə toxunacağıq bu öz yerində. Görək nədir? Bilirik ki, ing. Yəni, bir isim cəldən şəkilçi ola bilər. Bir sifət cəldən şəkilçi ola bilər. Bir davam edici zaman ola bilər. Bir də gerund ola bilər. Bu qədər. Hələ ki bunlar. Burada isim cəldən şəkilçi olduğuna görə biri götür. Amma burada artıq olur davam edici zaman. 2-ni onun üçün çıx. Burada my father's advised. My mother advice is. Burada da is olduğuna görə. Burada da əlavə ikinci necə deyək? Köməkçi feil olduğuna görə cavabı mən götürəcəm 1, 4. 12-ci suala baxıram. Yenə tense form. Yenə məsələlər. İlk öncə, mən bilirəm ki, bu dialoqdur da. Əgər bu tərəf indikidirsə, misal gətirirəm da, deməli bu tərəfdə indiki zamanda olmalıdır. Bunu bildim. Burada hence var, cəmdir. Hence olduğu cəmdə olduğuna görə is, was variantlarını çıxacağım. Çünki niyə? Çünki nə qoymalıyam mən? Cəm qoymalıyam ki, orada uzlaşma baş versin. Bundan sonra artıq məsələlər mənim öhdəmə verilir. Baxam, are, bir have been var, working. Bir də var have work. Have work deyə bir şey yoxdur, have worked olmalıdır. Niyə görə? Əgər have, has, had varsa, bunlardan sonra feilin 3-cü forması, yəni participle B2 gəlməlidir. 4 az qala yazdıq. Aha. Demək, bu da belə. Hə? Ona görə D variantında sən çıxırsan. Were-lə də have olmaz. Nəyə görə? Biz bayaqlar dedik axı, indiki ilə indiki olar. Yəni keçmişlə indiki olmaz. 7 cavab alınacaq C variantı. Bu da getdiyinə görə baxıram 13-cü suala. 13-cü sualda nə deyir məndən? Artikelları istəyir. Bax, bu by train-ə heç nə qoymuram. Çünki mən bilirəm ki, bydan sonra nəqliyyat gələrsə,
Artıq bunun D artiklını ləğv elədin. Yaxşı, ləğv elədiyinə görə A-nı çıx, C-ni çıx, D-ni çıx. Qaldın, deyək take us an hour və buna da heç nə qoyma. Niyə heç nə qoymayacaqsan? Çünki artıq bu and hər ikisinə aid edir, yeni də yaz. Bax, 14-cü suala bax. Very var. Əgər cümlədə very varsa, very'dən sonra nə gəlir? Adi dərəcə. Adi dərəcə, bu da high ya da low, lower da yoxdur. Cavab D olacaq buna görə. Baxıram 15-ci suala. 15-ci sual pronounce aiddir. Bax, of gördüyün halda baxmalısan əslində nəyə? Köməkçi feilə və s. axır. Hətta var. Heç nəyə dərman deyil. Baxaq. Özündən sonra of gələcəyinə görə every'ni çıx, everybody'ni çıx. Niyə? Every'dən sonra onsuz da of gəlməz. Amma bu every'dən sonra of gəlməyəcəyinə görə everybody buna görə of gəlməməzliyi eləmir. Bu nədir? Bu törəmədir. Törəmədən sonra of işlənməz. Onun üçün 1 və 4 variantları, yəni A variantını yaz. 16-cı suala sonra gəl baxaq. Tense form yenə. Dear boys, don't go out in the rain, said mother. Bu da said mother deyildiğinə görə keçmiş zamanda verməliyəm. Baxaq, keçmişdən verməliyəm. Yox. Boys, don't go to rain. Won't stop, will stop, doesn't stop. Doesn't, hasn't, won't getər. Niyə? Bir cümlədə iki inkar qəti və qəti şəkildə olmaz. Bu belə. İndi baxıram, will stop mu, yoxsa stops mu? Said the mother, boys, don't go out till the rain. Gedin, çünki yağış yağacaq. Getməyin, çünki yağış yağacaq. Bu da getdiyinə görə baxıram 17-ci sualıma. Bu sadə sualdır. Bayaqlar dedik ki, düzdür. Ən artiklından cəm işlənməz bir səhvdir. Bir yer gəl çıxaq. FU-dan sonra bax, burada yerdə varmışkən elə FU məsələsini izah edək. FU-dan sonra nə gəlməlidir? 100%. Cəm gəlməlidir. 4-ü də çıx. Cavab qalacaq Y variantı. Öz qaydasında, öz yerində. Baxaq 18-ci suala. One of varsa üstünlük dərəcəsi qoyacağıq. The worst D variantı. Baxırıq, fiildən sonra nə gəlməlidir? Obyektal. Obyektal gələcəyinə görə 3 çıx. Sonra, özündən sonra isim gəlib. Nöqtələrdən sonra isim gələrsə, biz qoymalıyıq yiyəlik hal. Baxıram və bu söz təkdədir. Nə gözəl, nə əla. Deməli, his gələr. Amma burada da hi var. Biri də çıx ona görə. Cavab 2-4 yaz da. Bayaqdan nə üstündə oynayırıq? 20. Teacher təkdədir. Hələ mən ayrı hissəyə baxmıram. Hələ yox, təkdədir, heç daxili də yoxdur. İkinci tərəfdə yet var. İkinci tərəfdə yet varsa 2 dənə punkt qoyacaq. Bir, bu indiki bitmiş zamandır. İkinci bir məsələ isə inkardadır. Görək punktları hansı ödəyir? Had, has, went. Çıx. İnkarlıq yoxdur. Heç bunda da inkarlıq yox. Cavab olacaq variant. İkinci tərəfdən tapmağımız daha məqsədə uyğun oldu. Deməli, baxıram 21-ci suala. 21-ci sualda görək nədir? Smiled var. Bir də seemed var. Bunların ikisində də bilirik ki, nə olur? Əslində. Bu məsələni əslində izah eləmək olar ki, bunların bir var. Əsas feil, başqa mənaları, nə bilim, o mənaları, bu mənaları. Ona görə çox başqatan bir sual kimi təqdim olunur bizə. Smiled olanda əslində
Gülümsəmək də. Smell deyil, ay sağ ol. Deməli, bu bağlayıcı feil olmayacağına görə zərf qoyacağıq birinci tərəfə. 3-ü gəl çıxaq. Bu ayaqda çıxdıq. Burayı isə bağlayıcı feil olduğuna görə sifət qoyacağıq. Bağlayıcı feillər yadımızdadır da, yəni to be, to become, to look, to taste, to seem, to smell. Aha, buna görə də nə oldu? Cheerfully 1 və 2. Yine güman edirəm bu sualda artıq aydındır. 22-ci sual. Baxın. Such a difficult exercise that can do it. Nə gözəl. İlk öncə anyone-la anything-i qoymağım üçün inkarlıq lazım. İnkarlıq da yoxdur. C ilə yenə ona görə tulla. Deyir, mən düşünürəm ki, elə çətin tapşırıqdır. Sən bunu eləyə bilərsənmi, eləməyə bilərsənmi? Tapşırığı eləyə bilməyəcəyimə görə cavab olacaq nothing. Tərcümə əsaslı bir sual idi. Ay aman. Cavab burada yəqin ki, burada cavab C variantı olacaq. Niyə? Özündən sonra cəm gəlib. Baxaq. Buna da baxmağa çox ehtiyac yoxdur. Nəyə görə ehtiyac yoxdur? Tərcümə əsaslıdır. Breakfast sualları sadə, tense form sadə. Məsələn, 27-ci sual özündən sonra off var, sadə. Artıq plural sadə, maraqlı suallardan. Analiza sualları maraqlıdır, özünüz də bilirsiniz. Sonra bu sual sadə. Məsələn, bu suala gəlin 30-cu suala baxaq. Niyə? Çünki uşaqlar çaşırlar. Bax, aeroportdur, körpüdür və s. Bunların adlarının qarşısında əgər bir təyin edici varsa, bu zaman D artiklı işlənməz. Bu heç. Bu tərəflər sadədir. Sadəcə bizə bu tərəf lazım idi ki, əsas mahiyyəti başa düşək. Sonra 32-ci suala baxıram, sadə bir sualdır. Məsələn, 30 sadədir, 34 eyni şəkildə. Məsələn, baxaq 37-ci suala. Hələ bəlkə yuxarılarda da suallara da baxarıq. Aha, bax bu sualda nə var? İlk öncə əvvələ baxırıq ki, bu canlıdır. Canlı olduğu halda who, whom, bir də whose variantlarını önümüzə alırıq. Zət və sairədə çox deməli, zət də bəzi hallarda ola bilər. Deməli, özündən sonraki sözü sonradan fokuslanacağıq ki, bax, bundan sonra onsuz da xəbərdə gələr. Demək, bundan özündən sonra xəbər, yəni köməkçi feildə gələr, özündən sonra isimdə gələr və s. Belə yəni çox şahalı bir şeydir. Bundan sonra baxmalıyıq ki, mübtəda gələrmi? Mübtəda. Who's-dan da sonra isim gəlməlidir. Çünki whose ismi birləşmə yaradır. İndi bura farm gəlib, ismi. Evet, ona görə cavab burada. Test etdim mən. Cavab olacaq burada whose. Gəlin baxaq görə başqa maraqlı, nə bilim, olacaq suallara. Bu PDF-i əldə etmək üçün Telegram kanalımıza qoşula bilərsiniz, yəni istəsəz əgər. Yəni uşaqlar, bu tip suallardır. Bu tip sualları zaten tək-tək çoxsunu çəkmişəm. Ona görə izləyə bilərsiniz. Və yay dərslərimizə, ilk öncə yay dərslərimiz haqqında da bəzi məlumatlar verim sizə, əgər bura kimi baxıbsızsa. Deməli, yoldaşlar, yay dərsləri yazıram bura. Yay dərsləri, ilk dərs olacaq 1 iyul tarixində.
1 iyul. Sonra müddət olacaq 1 ay. Günlər olacaq 1, 3, 5. Saat olacaq. Saat 7-dən 19:00-dan 21:00-a kimi tam 2 saat. Əgər dərsdə mövzu sınaqları olacaq, mövzuları çalışacağıq. Təbii ki 2 qrup olacaq. 2 qrup. Digər qrup isə eyni gün sadəcə 2, 4, 6 olacaq. Birinci qrupda bazal uşaqlar olacaq. Yəni proqramı bitirəcəyik. İkinci qrupda isə güclü baza formalaşdırmağa çalışacağıq 1 ay ərzində bacardığımız qədər. Qoşulmaq istəyənlər 051 318 başımız gedərdi 9921 nömrəsinə ətraflı bir məlumat ala bilər. Sağ olun, salamat qalın.